Misir min illərdir sadəcə bir ölkədən daha artıq. Dünyanın taxıl anbarı, Aralıq dənizi ilə Qırmızı dəniz arasındakı körpü. Yaxın Şərqdə Aralıq dənizi hövzəsində imperiya iddiasında olan hər kəsin mütləq bir gün ələ keçirməli olduğu mükafat. Qahirəyə hökm edən kəs dünya ticarətinin şah damarlarından birini əlində tutur deməkdir. Bura Nil çayının ölü səhranın ortasında həyat bəxş etdiyi ağla sığmaz sərvətlər diyarıdır. Romalılar, Yunanlılar, Ərəblər, Səlibçilər və Türklər hər kəs bu torpağa baxanda eyni şeyi görürdülər: güc. Bu torpaq həmişə öz hakimlərini udmaqla yaşayıb. Elə bir yer ki, dövlətlər əsrlər boyunca xalqına xidmət etməklə yox, taxtın üstünə qalxmağa cürət edən hər kəsi əzməklə həyatlarına davam etmək məcburiyyətində qalıb. Həqiqəti daşların altına bastıran fironlardan etirazı qan içində boğan sultanlara qədər bir çox hakimiyyət, dövlət və sultan görüb bu ərazi. 13-cü əsrə gəldikdə isə Misir artıq Səlahiddinin yaratdığı güc mərkəzi deyil, sapan kimi gərilmiş bir səltənətə çevrilmişdi. İp hər an qırıla bilərdi. Eyyubi sarayı paranoya teatrı idi. Generallar sultanlara qarşı suiqəst planları hazırlayır, sultanlar komandanları öldürür, sədaqət isə səhranın qumlarına qarışmış ən kiçik küləklə yer dəyişirdi. 13-cü əsrin ortalarında imperiyaları tarixin dərinliklərinə bastırıb sivilizasiyaları məhv edən, bozqurların bağrından qopub gələn sərt Monqol fırtınası əsirdi. Bəli, Monqol fırtınası amansız, qarşısı alınmaz Orta Asiyanın çöllərindən başlayıb Çinin şəhərlərini, Fars saraylarını, hər şeyi əzib keçən bir fırtına. Bağdad yerlə yeksan olmuş, Dəclə günlərlə qan və mürəkkəb rənginə boyanmış, İsrafil surunu çalmamış, lakin hülakü Bağdada qiyaməti gətirmiş və Bağdadın külünü göylərə qaldırmışdı. Şam nəfəs almırdı, İslam dünyası isə məhvin astanasında idi və həmin anda Monqollar çox böyük, onların bütün xəyallarına mane olacaq. Dünya hakimiyyətinin qarşısını alacaq çox böyük bir səhv edirlər. Xarəzm yağmasında bir türk gənci kölə kimi satırlar. Bəli, bəlkə də Monqol tarixinin ən böyük səhvi. Möcüzə axtaran müsəlmanlar üçün isə Tanrı sanki şəxsən özü bu möcüzəni göndərib, öz varlığını insanlara sübut etmişdi. Ruhdan düşməyin və kədərlənməyin. Əgər inanırsınızsa üstün olan sizsiniz. Bu möcüzə kölə kimi satılan bir türk Seyfəddin Qutuz idi. Bir qul, bir döyüşçü, Tanrının qılıncı, İslamın son qalası. Qul ikən qırılmaz iradə qazanan, döyüşçü ikən qorxmaz, lakin rəhimli, taxta çıxanda isə zamanın, dünya tarixinin axarını dəyişən bir adam. O hakimiyyəti miras olaraq almamışdı. Yüksəlişini qan, ağrı, gözyaşı və zəncirlərə borclu bir sultan idi. O sarayda doğulmamış, zəncirlərdən qurtulub, zülmətdən çıxıb qiyama qalxan, köləlikdən hakimiyyətə, xəyanətdən qurtuluşa gedən bir yol izləmişdi. Və o qaranlıq günlərdə Qutuzun qəlbində və beynində dayanmadan sayca az olan neçə-neçə dəstələr, Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir sözləri səslənirdi. Qutuz bu fikri qanında daşıyırdı. Çünki atalarının da ona dediyi kimi qələbənin ədədlərlə yox, iradə və əzmlə qazanıldığını bilirdi. Ataları daş kitabənin üstünə örtçə qızıb kelti sünüşdümüz, bizim də iki uçsuz sınarçı artukerti. Tenri yarlı Kaduk üçün öküşdüyüm, biz korkmadığımız sünüşdümüz sözlərini vəsiyyət olaraq qazımışdı. Əyyubilər dağılmış məmlük Misri parça-parça idi. İçəridə qorxu, xəyanət, çaxnaşma var idi. Lakin Qutuz onların qarşısında kafir kimi yox, qəzəbli, intiqam üçün gəlmiş bir döyüşçü kimi dayanmışdı. Və bu anda başqa bir səs yüksəldi. Onlara qarşı gücünüz yetdiyi qədər hazırlıq görün. O hazırlaşdı. Xalqı qorxudan, ordunu xaosdan, dövləti və İslamı ölümün ağzından dartıb çıxartdı. Uçurumdan aşağı düşərkən havada tutub düşməyə qoymadı. Bütün qılınclar itiləndi, atlar yəhərləndi. Onların qarşısında sadəcə bir düşmən deyil, eyni zamanda qarşısı alınmazlığı dillərdə dolaşan bir mif var idi. Cəlaləddin belə məğlub etməsinə baxmayaraq qarşılarını ala bilməmişdi. Dünyanın hər yerində və Qutuzun ordusunda bu şayiələr gəzirdi. Qutuz isə belə cavab verdi: Ruhdan düşməyin və kədərlənməyin. Əgər inanırsınızsa üstün olan sizsiniz və beləliklə bütün dünya tarixinin dönüm nöqtələrindən biri hər keçən saniyə yaxınlaşırdı. Bütün dünya susmuş, bəşəriyyət nəfəsini içində saxlamışdı. Bu vadi sadəcə bir torpaq deyildi. Bütün dünya üçün son sipər idi. İslamın son qalası idi. İmanla şər üz-üzə, azlıq çoxluğa qarşı. Geriyə yol yox idi. Bütün dünya tarixində tarixin seyrini dəyişmiş ən vacib döyüşlərdən biri mütləq gerçəkləşəcəkdi. İslam bəlkə də bu vadiyə bastırılacaqdı.
Türklər nəhəng dəmir selinin qarşısında azlıq idi. Məmlüklərin əlləri titrəyir, nəfəsləri boğulurdu. O an Qutuz qışqırdı: "Ey Allahın qulları, vuruşun, dayanın, geri çəkilməyin. Ey iman gətirənlər, düşmən dəstəsi ilə üz-üzə gəldikdə möhkəm durun." O an kral artıq orduya əmr vermir, bir mömin bir sivilizasiyanı oyadırdı. Zirehlər çırpılır, oxlar havada havanı deşirdi. Torpaq atların ayaqlarının altında qalırdı. Çünki hökm sahibi artıq hökmünü, ey iman gətirənlər, əgər siz Allaha, onun dininə kömək etsəniz, o da sizə kömək edər və qədəmlərinizi möhkəmlədər deyə vermişdi. Və Qutuz zəncirlərdən doğulan, köləlikdən qurtulan, sultan, hökmdar olmaqla kifayətlənməyib xilaskar olmağı seçən biri. O, öz xilası üçün yox, dünyanın xilası üçün canını şəhadət yolunu sərmiş qəhrəman olmağı seçdi. Bəzi döyüşçülər qılınc, bəziləri ox və ya başqa silahlar daşıyır. Amma çox azı taleyin özünü daşıyır. Qutuz onlardan biri idi. Məlikülmüzəffər Seyfəddin Qutuz Mahmud bin Məmdud bin Xarəzmşahın türk olduğuna dair də heç bir şübhə yoxdur. Hətta çox böyük ehtimal Oğuzların Bəydili boyuna məxsus bir Xarəzmşah xanədan mənsubudur. Bəzi mənbələrdə atasının Xarəzmşah Cəlaləddin əmisi oğlu, anasının da bacısı olduğu qeyd olunur. Qutuzun kökləri və ailəsi haqqında ən detallı məlumat isə İbn Taqriberdinin Əl-Mənhəlüs Safi vəl-Müstəffi Badəl-Vafi adlı əsərində yer alır. Buradakı hekayəyə görə Qutuz uşaq ikən sahibi onu döyür və Qutuz bir kənarda oturub ağlayarkən onu görən bir əmir yanına gəlib niyə ağladığını soruşur. Qutuz isə ağlamasının səbəbinin döyülmək olmadığı, ailəsi haqqında olunan təhqirlər olduğunu deyir. Bundan sonra əmir sənin ailən kafir deyildimi deyə sual edir. Qutuz isə qarşılığında xeyr, mən müsəlman oğlu müsəlman, Xarəzmşah Mahmudun bacısı oğlu məliklərin soyundanam. İndi isə süpürgəçilik edirəm. Bu məlumat eyni zamanda Zəhəbinin Siyarül Aləmi Nübəla, İbn Xaldunun Kitabul İlbər, Yununinin Zeytülmiraz Zaman, Suyutinin Hüsnül Mühadərafi Tarixi Mısır və Qahirə isimli əsərlərində də yer alır. Bəzi mənbələrdə də Qutuzun Şamda kölə ikən İbn Zaim adlı bir kölə tacirindən Əmir İzzəddin Aybək Türkmani tərəfindən satın alınıb Qahirəyə gətirilməsi qeyd olunur. Ki qaynaqlarda verilən başqa bir məlumata görə Aybək Sultan olanda yanına məğribi bir münəccim gəlir. Aybək münəccimə məmləkləri arasında kimin bəxtinin açıq olduğunu və kimin tatarları məğlub edəcəyini sual edər və bunun cavabında münəccim Qutuzu göstərər. Daha sonra Qutuzdan kim olduğu soruşulur və Qutuz köklərinin Xarəzmşahlardan olduğunu, atasının adının Məmdud olduğunu deyir. Qutuzun iqtidar yolundakı səyahətinin şübhəsiz ən kəskin qırılma nöqtəsi sahibi Aybəkin Şəcərüddin ilə olan siyasi evliliyi səbəbindən sultan elan edilməsi olmuşdur. Bir çox tarixçi də Aybəki Misir türk sultanlarının ilki hesab edir. Aybəkdən sonra iqtidar sahibi olan Nureddin Əli dönəmində Bəhri məmlüklərinin üsyanlarının bir çoxu da şəxsən Qutuz tərəfindən yatırtılır. Hətta Qutuz üsyançıların lideri Aktayı da öldürür və bu da Qutuzun iqtidar yolunda daha da əmin addımlarla addımlamasına yol açır və elə bu zəfəri də Qutuza naib səltənə, yəni səltənət naibliyi vəzifəsini gətirir. Mənsuri də Qutuzun ilk səltənət naibi olduğunu qeyd edir. Digər mənbələrdə isə Qutuzun de facto olaraq dövlətin idarəçisi olduğu qeyd olunur ki, Nurəddin Əlinin 13-15 yaşı olduğunu nəzərə alsaq, elə atası öldürüləndən sonra onu da hakimiyyətə Qutuz gətirmişdi. Bunların doğru olduğu qənaətinə vara bilərik. Əlinin yaşının kiçikliyi və təcrübəsizliyi də elə Qutuzu iqtidara daşıyan son pilli olur. Çünki keçirilən məclisdə əmirlər qarşısında onun da bəhanəsi saydıqlarım idi. Baybars Mənsuri də bu hadisələri türk məmlüklərə gəlincə onları bir qövmiyyətçilik duyğusu ağuşuna aldı və dini qoruma instinkti onları hərəkətə keçirdi. Seyfuddin Qutuzu məlik etməyə qərar verdilər. Çünki məmləkətdə umduqları birliyi təsis edəcəyinə inanırdılar. Ayrıca ondan gözlədikləri savaşlarla məşğul olmasını da umurdular. Çünki Muizzizin oğlu yaşının kiçik olmasından dolayı bütün bu mücadiləni bacarmaz və yetərsiz qalardı. Özünü taxtdan salaraq yerinə dirayət və bacarıqlı oluşundan dolayı Əmir Seyfuddin Qutuzu gətirməyi düşündülər şəklində nəql edir. Daha sonra bu il Zilhiccə ayında Əmir Seyfuddin Qutuzun sultan olması məsələsində qərarlılıq güc qazandı. Nəticədə ayın 4-cü günündə məliklik taxtına oturaraq Məlikülmüzəffər ləqəbi verildi. Mənsur Nurəddin Əli bin Müzzi səltənətdən endirildi. Yəni buradan da görünür ki, Qutuz bir saray çevrilişi ilə hakimiyyətə gəlmir. Bütün əmirlər bir il kimi geniş bir müddətdə götür-qoy eləyib yaxınlaşmaqda olan təhlükəyə qarşı ən layiqli namizədin olduğuna qərar verirlər
ki İbn Kəsir də Qutuzun iqtidara gəlişini Cənab-ı Allahın müsəlmanlara bir rəhməti olaraq vurğulayır. Daha sonra Qutuzunda balaca bir uşaq ikən yuxusunda Həzrəti Peyğəmbəri gördüyünü və Peyğəmbərin ona sən Misir diyarına hakim olacaq və tatarları məhv edib keçəcəksən dediyi rəvayət olunur. Əhməd bin Nəsirin belə dediyi rəvayət olunur ki, Bərzə sahillərində Nəsir ilə birlikdə olduqları zaman Ulaq Müzəffər Qutuzun Misrə hakim olduğu xəbərini gətirdi və mən də bu xəbəri sultana çatdırdım. Sultan Nəsir də mənə falana və falana get, bu xəbəri onlara çatdır dedi. Sultanın yanından çıxanda əskərlərdən biri ilə qarşılaşdım və əskər mənə Misirdən gələn xəbərə görə Müzəffər Qutuz hökmdar olmuşdur dedi. Mən də ona bu mövzuda bir məlumatım yoxdur, sən bunu hardan eşitdin deyə sual edincə əskər belə qarşılıq verdi. Bəli, vallah o Misir mülkünə hökmdar olacaq və tatarları məğlub edəcəkdir. Əskərdən bəs bunu hardan bilirsən deyə sual etdikdə bu cavabı verdi. O kiçik bir uşaq ikən ona xidmət edirdim. Üzərində çox miqdarda bit və birə var idi. Bitləri və birələri təmizləyirdi. Bir gün mənə hey, mənə bax Misir diyarının hakimi olduğumda sənə nə verməmi istəyirsən deyə soruşdu. Mən də ona sən dəli misən deyə sual etdim. Mənə bu qarşılığı verdi. Rəsulullahı yuxumda gördüm və mənə sən Misir diyarına hakim olacaq və tatarları məğlub edəcəksən deyə buyurdu. O zaman ondan olan istəyimi çatdırdım. Səndən məni 50 süvariyə komandan təyin etməyini istəyirəm deyəndə, o da olar. Bu komandanlıq müjdəsini indidən sənə verirəm dedi. İbnül Əsir dedi ki, əgər mənə bunları söylədiyində, ona budur, Misirlilərin məktubu gəlmiş və bu məktubda Müzəffər Qutuzun səltənət taxtına sahib olduğu deyilir dedim. Əskər, vallah o tatarları məğlub edəcəkdir dedi. Elə bu anda Bozqırın bağrından amansız bir Monqol fırtınası hülaki qopub gəlirdi. Onun liderliyində İranı ələ keçirən Monqolların növbəti hədəfi Azərbaycan üzərindən Anadolu idi. Anadoluda əgəmən güc Səlcuqlar 1243-cü ildə Kösədağ savaşında Monqollara uduzur və beləcə Anatoliyada bir Monqol işğal çağı başlayır. Həqiqətən Kösədağ savaşda ayrıca bir video mövzusu olacaq qədər önəmli savaşlardan biridir Türk tarixi üçün. Nəysə, İranın və Anatoliyanın Monqol hakimiyyətinə girməsindən sonra Hülakü'nün növbəti hədəfi İslam aləminin dini mərkəzi, hətta Səlcuqlu sultanlarının belə biyyət etdiyi Bağdad mərkəzli Abbasi xilafəti oldu. Yəni, burada da mövzudan kənar bir məlumat vereyim. Bu da türklərin ən böyük səhvidir. Adam özünə sultan deyir, şərqin və qərbin, dünyanın yiyəsi gedir Bağdaddakı hansısa xiyara biyyət eləyir də. Nəysə, qaydaq mövzuya. 1257-ci ildə Elxan Hülaki dinin təmsilçisi xəlifə Möhtəsim Billaha elçi göndərir. Boyun əyməsini və Bağdadı xoşluqla onlara təslim etməsini istəyir. Xəlifə Möhtəsim Billah əvvəl Monqol xanı adına xütbə oxutmağa razılıq verir. Halbuki ətrafındakı baş bilənlər xütbənin bir kafir adına oxunmasının uyğun olmadığını və beləliklə xəlifənin bu fikirdən daşınmasına nail olurlar. Ki, bu istəyin ləğv edilməsi üzərinə Hülaki Bağdad qapılarına dirənir və Monqol adətlərinə görə xoşluqla təslim olmayan şəhər talan ediləcək. Və 1258-ci il Bağdad qətliamı. Ayrıca bir videonun, kitabın, tezisin, məqalənin mövzusu olacaq qətliam. İsrafil suru üfləməmiş, lakin Hülaki Bağdada qiyaməti gətirmişdi. Bağdad qətliamı Eyyubi xanədanının son qalası olan Suriya Eyyubi hökmdarı Nasir Yusifin necə qorxudursa, ağzına gələn kimi axmaq-axmaq geri dönüşü olmayan qərarlar verməyə başlayır. Əvvəl statusunu qorumaq üçün Monqollarla ittifaq yaratmaq istəyir. Nasir Yusif Məmlük dövlətinin təşəkkülünə zinhar qarşı idi. Onun fikrinə və iddialarına görə Məmlüklər Misir Eyyubilərinə qarşı bir üsyan və çevriliş həyata keçirmiş və buna görə də söz haqları yox idi. Zaman və zəmin isə bunun mübahisəsinə uyğun deyildi və Monqollara qarşı gələ bilməyəcəyini də başa düşən Nasir Yusif Monqollarla birgə hərəkət edirmişcəsinə həmlələr etməyə çalışırdı. Oğlu Məlik Əzizi bəzi əmirləri ilə birlikdə qiymətli hədiyyələrlə birlikdə Hülakü'nün yanına göndərir. Nasir Yusif Hülakü'nün hüzuruna şəxsən getməyi düşünsə də səlibçilərin Suriya sahillərinə edəcəyi hər hansı bir hücumdan qorxduğu üçün özünün təşrif buyura bilməyib oğlunu göndərmək məcburiyyətində qaldığı üçün də Elxandan üzr istəyir. Daha sonra geri dönüşü mümkün olmayan həyatının ən böyük səhvini edib Məmlüklərə qarşı iqtidarını gücləndirmək üçün Monqollardan kömək istəyir. Ki, burada bəzi tarixçilərin bu istəyin əsas səbəbinin Monqollara tabe olub onların dostluğunu qazanmaq olduğunu bildirir. Yəni, güya fikirləşir ki, dost olsalar buna hücum olmayacaq, ancaq çox böyük səhv idi də bu hərəkət.
Ki Monqollar da bu fürsəti fövtə vermir. 20 minlik bir süvari ordu ilə güya yardım üçün yola çıxırlar. Aktan bu mövzunu belə qeyd edir. Ağırlıqları ilə Fərat çayını keçərək Suriya üzərindəki əməllərini gerçəkləşdirməyə başlamışlardır. Bu arada Hülakü Dəməşq və Həlləb hakimi Əl-Məmlük Nasir Yusifə elçi göndərib, onun hüzuruna gəlib itaət ərz etməsini istəmişdi. Fəqət Ən-Nasir özü getməmiş, ancaq Hülakünü təskin etmək üçün oğlu Əzizi qiymətli hədiyyələrlə hüzura göndərmişdi. Fəqət bu vəziyyət Hülakünü əsəbləşdirməkdən başqa bir işə yaramamışdı. Hülakü Ən-Nasirə göndərmiş olduğu məktubunda tək çarəniz xidmətimizə qaçmaq və əmrim altına girməkdir. Nə badə qalalarım aşılmaz və adamlarım cəngavərdir demə deyirdi. İkinci məktubunda ondan Bağdad xəlifəsinin aqibətindən ibrət almasını və dəvətinə icabət etməsini təkrar istədi. Məlik Əziz qiymətli əşyalarla getmiş olsa da xan tərəfindən biz səni istəmədik. Atanı istədik. Sülh olmağını istəyirsə özü gəlsin, yoxsa biz ona gedərik cavabını alır. Bu vaxtlarda da Misirdə səltənət naibi vəzifəsini gətirilmiş Seyfəddin Qutuz Nasir Yusifə edilən bu köməkləri xəbər almış və vəziyyətin ciddiyyətini dərk edərək ona bir məktub göndərir və səltənət xüsusunda ona rəqib olmadığını və əsla ona qarşı çıxmadığına and içir, dost olduğunu, hətta Misirdə onun naibi olaraq vəzifə tutduğunu açıqlayırdı. Əlavə olaraq da səltənət taxtına onun oturacağını və istədiyi təqdirdə əskərləri ilə birlikdə yardıma gələcəyini və ya seçdiyi bir komandanla kömək birliklərini göndərəcəyini qeyd edirdi. Fəqət bunların hamısı Monqollarla cihad durumunda keçərli idi. Çünki Misirin müdafiəsi sadəcə Suriyanın Monqol hakimiyyəti altına girməməsi ilə mümkün idi. Suriyanı əldə saxlamaq üçün isə şimaldakı Anatoliyadan gələcək təhdidlərin qarşısının alınmasına bağlı idi. Yusif məktubu alır-almaz Qutuzun İslam aləminin salamat və birliyi üçün nə qədər fədakar ola biləcəyini və bu yolda şəxsi mənfəətini heçə saydığını dərk edir, başa düşür və çox pis təsirlənir. Fəqət iş işdən keçmişdi. Sonrakı peşmançılıq fayda vermir. Oğlu Məlik Əziz də Hülakünün hüzurundan ona tabe olması istəyən bir məktubla qayıdır. Məktubda yazılırdı. Nasir Yusif bilir ki, biz 656 ilində Bağdada gedərək Tanrının qılıncı ilə oranı ələ keçirdik. Atlılarını öldürdük, binalarını yerlə bir etdik, insanlarını əsir etdik. Allahu Teala'nın kitabında da deyildiyi kimi, hökümdarlar bir məmləkətə girdikləri zaman orada fitnə fəsad törədər və xalqın ulularını zəlil edərlər. Hər halda onlar da belə edəcəklərdir. Bağdadın sahibinə 2 məsələni sual etdik. Suallarımıza cavab verməyi qəbul etmədi. Ona peşmanlıq çatarkən bizə də onu yox etmək düşdü. Xəlifə mal-mülk toplayan xəbis bir insandı və insanları müşahidə etməzdi və himayə də etməzdi. Beləcə Allahu Teala'nın Quranda dediyi kimi bizə əzab etmək vacib buyuruldu. Bir qövm özünü dəyişdirmədikcə Allah o qövmü dəyişdirməz. Etdiklərinin cəzalarını çəkdilər. Mühəqqəq ki, bizə Allahın yardımı çatdı. Biz Allahın ordusuyuq. Allah bizi yaratdı və qəzəbləndirdiyi kimsələr üzərinə musallat etdi. Sənin üçün etibar dönəmi bitmişdir. Qalalarınızla önümüzdə bir əngəl törədə bilməzsiniz. Bizi qarşılamaq üçün gələn bir orduya bir zərər və bir fayda verə bilməzsiniz. Bizim əleyhimizdə etdiyiniz dualar eşidilməz və qəbul edilməmişdir. Mənim məktubumu alan kimi adamlarınla, atlarınla yer üzünün sultanı Şahənşahın hüzuruna qaç və onun şərrindən əmin ol, xeyrinə nail ol. Allahu Teala'nın dediyi kimi, insan üçün ancaq çalışdığı qədəri vardır. Ancaq layiq olduğunu görəcəkdir. Sonra tam bir şəkildə cəzalandırılacaqdır. Daha öncə bizim elçimizə etdiyin kimi yanındakı elçimizə mane olma, gecikdirmə, yaxşılığı tut və ehsanı yay. Bizə Şam tacirlərinin və digərlərinin malları və hərəmləri ilə birlikdə Misirə getdikləri xəbəri gəldi. Şayət dağda isələr onları toz-duman etdik, yerdə isələr onları batırdıq. Şikayətçi olana mərhəmət etməz, ağlayana yumşaq davranmarıq. Biz məmləkətimizdən çıxdıq, qulları yox etdik, uşaqları yetim etdik, yer üzündə bir dəhşət küləyi əsdirdik. Sizə qaçmaq, bizə qovmaq düşər. Sizin üçün qılınclarımızdan qurtuluş yoxdur, oxlarımızdan da sığınacaq yer yoxdur. Atlarımız keçilməz, oxlarımız dəlicidir, qılınclarımız ildırım kimi çarpıcıdır. Ağlımız dağ kimidir, ordumuz qum kimidir. Bizdən aman istəyən qurtulmuşdur. Əgər əmrlərimizə itaət edib şərtlərimizi qəbul etsəniz, bizim lehimizə olan sizin lehinizə.
Bizim əleyhimizə olan sizin əleyhinizə olar. Şayət bizim əmrlərimizə müxalifət edərsəniz, günahınızı artırmış olarsınız. Bizi deyil, nəfsinizi qınayın. Allah sizinlə bərabər deyildir. Yağmur kimi bəlalara, torpaq kimi ağrılara hazırlanın. Xəbərdar edən kimsə üçün artıq üzrün qəbul edilməsi deyə bir şey olmaz. Çünki siz haram yediniz və iman ilə xəyanət etdiniz. Bidət ortaya çıxardınız, fiski gözəl göstərdiniz, zilləti müjdələdiniz. Bugün etdiklərinizi biçəcəksiniz. Zalimlar necə bir inqilabla yıxılacaqlarını biləcəklərdir. Sizin yanınızda bizlər kafirik, bizim yanımızda sizlər isə facirlərsiniz. İşlərin müqəddəratını və hökmü özündə saxlayan tərəfindən sizə musallat edildik. Əzizləriniz yanınızda zəlildir, zənginləriniz kasıb. Bizlərə yer üzünün şərqinə və qərbinə sahiblər dedilər. Buradakı mal sahibləri qaçmış və dağılmışlardır. Küfrün narı alovlanmadan əqillərinizə doğru yola gəliniz. Şərləri ona çatmadan sizdən kimsə baki qalmaz. Əzab sizə qəfil gəlmədən öncə bizə pənah gətiriniz. Sizi xəbərdar etmiş olduq. Yəni Hülakü'nün yazdığı bu məktubu çox araşdırdım ki, görüm buddist biri niyə belə məktub yazsın, necə yazsın. Sonra gördüm ki, papaya yazdırılan məktublarda xristian verslərin özündə ehtiva eləyir və həqiqətən çox gözəl işlədir. Böyük ehtimal ki, Hülakü'nün divanındakı müsəlman alimlər yazılmasında çox kömək eləyib. Yəqin xristianlara da Nestorilər kömək eləyərdi də, Nestori alimlər. Yəni adam xristianları xristian, müsəlmanları da İslam inancı ilə qorxutmağa çalışıb da hərəni öz inandığı qorxu ilə, inanmadığı bir tengri qorxusundan istifadə etməyə çalışmır. Bu da yaxşı siyasət idi həmin dövr üçün. Nəysə, Qutuzun öldürdüyü Aktay Bəhri məmlüklərinin rəhbəri idi ki, Qutuz onu öldürəndən sonra Bəhri məmlüklərinin də başına Baybars keçir. Yaxşı yadda saxlayın Baybars adını. Onlar da qaçıb Yusifə sığınır. Elə Baybars liderliyində də bütün bu olan hadisələrdən narahat olub, yenidən gəlib Qutuzdan əfv diləyib, onunla birlikdə Monqollara qarşı mübarizə aparmağı tələb edirlər. Qutuz da bunu qəbul edir. Bəhri məmlükləri şəhərin girişində şəxsən qarşılayır və böyük generallara çeşidli iqdalar təxsis edir və onların könlünü almaq üçün də müxtəlif hədiyyələr verir. Baybarsa isə Kalyov şəhərini iqta kimi verir. Əlavə olaraq da Monqollara qarşı olacaq savaşda uğurlu olmaları halında Hələb şəhərinin naibliyini vəd edir. Hələb. Bu Hələbi də yadınızda diqqətlə saxlayın. Harran və Cəzirənin də Monqollar tərəfindən istilasından sonra Hülakü növbəti hədəfi Hələbə çox yaxınlaşmışdı. Nəsir Yusifin də artıq qaçmağa yeri yox idi. Son bir ümid qardaşı Turanşahı Monqol ordusunun qarşısına göndərsə də bu qüvvələr müzəffər ola bilməyib geri qayıdır. Bundan sonra Yusif qaçır və Birzəyə sığınır. Oradan Ərişə gəldiyi əsnada Qutuzdan yardım istəmək üçün İbn Adimi elçi olaraq göndərir. Qutuz da görüş üçün Salihiyyəni uyğun görür. Fəqət Yusif bunun bir tələ ola biləcəyini fikirləşir, ailəsini ora göndərir, özü isə kiçik bir birlik müşayiətində təhlükəsiz bir yer axtarmağa başlayır və elə bu əsnada da xəyanət nəticəsində Monqolların əlinə keçir. Bu hadisələrin nəticəsində Hələb qalası da bir ay müdafiə olunandan sonra Monqolların əlinə keçir. Monqollar Hələbdəki əhaliyə zərər vermir və bunun da nəticəsində Hama və Humus da təslim olur. Suriya demək olar ki, tamamilə Monqolların əlinə keçir və təhlükə artıq Misrin qapılarına çatır. Lakin Misir səfəri üçün son hazırlıqlarını gördüyü bir zamanda Böyük xan Mönkenin ölümü xəbərini alır. Bundan sonra ən məşhur komandanı və bəzi mənbələrə görə bacısı oğlu olan Kətboğan Oyanı 10 min nəfərlik bir ordu ilə orada qoyur. Özü isə yeni Monqol xanını seçmək üçün ordusunun böyük bir qismini alıb Təbrizə qayıdır. Döyüşdən öncə məmlüklərin də ona tabe olmasını istəyən Hülakü Qudsa bir elçi göndərir və tabe olmadığı təqdirdə daha öncə meydana gətirdiyi qətliam hadisələrini Misirdə eyni ilə təkrarlayacağını bildirirdi. 6 səfər 658-də elçilərin gətirdiyi məktubda yazılırdı. Doğudakı və batıdakı məliklərin ən böyüyündən, yeri döşəyən və göyü ayaqda saxlayan tanrının adı ilə
Bizim qılınclarımızdan qaçaraq Misirə getmiş Məmlüklər sinifindən olan Məlikülmüzəffər Qutuz bilməkdədir ki, özləri bu ölkənin nemətlərindən faydalanmışlar və bilaxirə sultanlarını öldürmüşlərdir. Və yenə Məlikülmüzəffər dövlət ərkanı və Misir xalqı bilməkdədir ki, şübhəsiz Allahın öz qəzəbindən yaratdığı və haqlarında qəzəbini halal qıldığı kimsələrə musallat etdiyi bir orduyuq. Ölkələrdə sizin üçün ibrət alınacaq şeylər vardır. Başqalarının başına gələn şeylərdən ibrət alın və işi öz cığırından çıxmadan öncə işlərinizi bizə təslim ediniz. Əks təqdirdə peşmanlıq sizi gözləyir. Məsuliyyət sizə aiddir. Biz ağlayana mərhəmət etmədiyimiz kimi şikayət edənə də ürəyi yanmarıq. Bizim ölkələr fəth etdiyimizi, yer üzünü fəsaddan təmizlədiyimiz və bir çox kimsəni öldürdüyümüzü eşitmişsinizdir. Sizə qaçmaq, bizə də sizin arxanızdan qovmaq düşər. Hara sığına bilərsiniz ki, hansı yol sizi qurtuluşa götürər ki və hansı ölkə sizi himayə edər? Qılınclarımızdan qurtuluş və bizim böyüklüyümüzü tanımaqdan qaçış yoxdur. Atlarımız bütün atlardan sürətli, oxlarımız hər şeyi dəlici və qılınclarımız ildırım kimi enicidir. Qəlblərimiz dağlar kimi sağlam, sayımız qumlar qədər çoxdur. Qalalar önümüzdə əngəl törətməz. Əskər bizim savaşdığımız qarşısında fayda verməz. Sizi əleyhimizdəki dualarınız Allah qatında qəbul edilməz. Çünki siz haram yediniz. Söz sırasında iffəti tərk etdiniz. Əhdlərinizdə və andlarınızda sadiq olmadınız. Siz və itaətsizlik və üsyan zahir oldu. Artıq indi bir-birinizə zilləti müjdələyiniz. Yer üzündə haqsız təkəbbürünüzdən və yolunuzu azmanızdan ötürü bu cür alçaldıcı bir əzabla cəzalandırılacaqsınız. Zülm edənlər yaxında hansı dönüş yerinə dönəcəklərini biləcəklərdir. Bizimlə savaşmağa cəsarət edənlər peşman, bizdən aman diləyənlər salamat olmuşdur. Əgər bizim şərtimizə və əmrimizə itaət edərsəniz, bizim lehimizə olan şeylər sizin lehinizə, bizim əleyhimizə olan şeylər də sizin əleyhinizə olacaqdır. Əgər müxalifət edərsəniz, həlak olarsınız. Nə badə özlərinizi öz əllərinizlə həlak etməyin. Sizi xəbərdar etmək surəti ilə biz vəzifəmizi tamamladıq. Sizlər bizim kafir, bizlər də sizin facir olduğunuzu bilirik. Tanrı bizi sizə musallat etmişdir. Sizin çoxluğunuz bizə görə azlıq, sizin şərəfiniz bizim qatımızda həqirdir. Məlikləriniz üçün bizim qatımızda zəlil olmaqdan başqa bir ehtimal yoxdur. Sözü çox uzatmadan və hər batəşi tutuşub şərri sizi tapmadan öncə həmən cavab veriniz. Əks halda nə məqamınız, nə də şərəfiniz və etibarınız qalar. Bizim tərəfimizdən bəlanın ən böyüyünə düçar olarsınız. Məmləkətiniz sizlərdən boşalar. Elçi göndərmək surəti ilə sizə insaflı davrandıq və çəkindirmək surəti ilə lazımi xəbərdarlığı etdik. Sizin xaricinizdə başqa bir hədəfiniz də qalmadı. Salam sizin, bizim, doğru yolda gedənlərin, fəlakətin nəticələrindən öncədən qorxanların və böyük Tanrıya itaət edənlərin üzərinə olsun. Hülaki açıq-aşkar bu məktubla məmlüklərə psixoloji təzyiq etmək və Misirdəki əhali və əyan arasında bir panika yaratmaq istəyirdi. Mövzunu Elxanlıların perspektivindən nəql edən Rəşiddin Fəzlullah da belə şərh edir. Böyük Tanrı Çingiz xan və onun uruğunu gücləndirib, yer üzündəki məmləkətin hamısını birdən bizə bağışladı. Hər kim ki bizim itaətimizdən və bizə tabe olmaqdan baş çevirdisə, arvadı, uşaqları və özü və ona tabe olan kimsələr və şəhərləri və torpaqları yox oldu. Hər halda bunlar sizin qulağınıza çatmışdır. Limitsiz olan əskərlərimizin şöhrəti Rüstəm və İsfəndiyar dastanı kimi şöhrət tapmışdır. Qahirədə isə savaş məclisi toplanmış, hər nə qədər bəzi dövlət əyalı savaşdan çəkindiklərini bəlli etsələr də, Qutuz onları inandırmış və Monqollara qarşı gəlmə qərarını vermişdir. İlk iş olaraq isə Monqol elçilərini öldürtdürərək hərəsini 2 parçaya bölüb Züveylə qapısına astırmışdırlar. Qutuz zərrə qədər sarsılmadan əmirləri topladı və vəziyyəti onlarla istişarə etdi. Müttəfiqən savaşa qərar verilməsindən sonra Hülakünün elçilərini, ki hamısı ümumilikdə 4 dənə idi, ortadan 2-yə böldürərək başlarını mizraqların ucuna taxdıraraq təşhir etdi. Monqol elçilərinin hər birinin cəsədləri ayrı meydanlarda təşhir edilmiş və kəsilən başları isə Züveylə qapısına asılmışdır. Fəzlullah isə savaş qərarını belə yazır.
Kuduz mənim düşüncəm budur ki, bərabər şəkildə savaşa yönələk. Əgər qalib olarsak, istədiyimizi əldə etmiş olar və xalqdan danılaq eşitmərik dedi. Bundan sonra əmirlər dağıldı və Qutuz tək qalanda Əmirül Ümara olan Bunduktar ilə məşvərət etdi. Bunduktar isə mənim düşüncəm budur ki, elçiləri öldürək və birlikdə Ketboğanın üzərinə gedək. Əgər qalib gəlsək və ya ölsək, hər iki vəziyyətdə də üzürlüyük. Qutuz bu məsləhəti bəyəndi və həyata keçirtdi. Toplantıda alınan qərarlardan biri də savaş və ordunun təchiz olunması üçün xartdan vergi alınmasına dair olan fətva idi. Bu fətvaya görə böyük-kiçik hər kəs 1 dinar verəcək, varlı şəxslərdən isə zəkatları nağd olaraq alınacaqdı. Sultan Qutuz monqollara qarşı savaşa bilmək və müzəffər olmaq üçün bəzi qərarlar verdi. Xaricimşahlar ordusundan sağ qalıb Misirə iltica edənləri qəbul edərək onlara ehsanlar etdi və könüllərini qazandı. Buna qarşılıq olaraq onlardan sadəcə monqollar haqqında məlumat istədi. Cihad elan ediləndən sonra əmirlərə əsgər toplanması üçün fərmanlar yazıldı. Qutuz var qüvvəsini monqollarla olacaq savaş üçün ordusunun hazırlığına işlətməyə başladı. Daha sonra səlibçilərlə bir müqavilə bağladı və bu müqaviləyə görə məmlüklər Xaçlı torpaqlarından sərbəst şəkildə keçəcək və səlibçilər monqollarla ittifaq yaratmayacaqdı. Hətta Xaçlılar monqollarla olacaq döyüş üçün kömək təklif edir və Qutuza bir birlik vermək istəyir. Xəyanətdən qorxan Qutuz isə bunu rədd edir və öncü birliklərin komandanı olaraq Baybarsı təyin edib yola çıxır. Qutuzun əmri ilə Baybars monqollar haqqında məlumat əldə etmək və ilk təmas üçün yola çıxır. Bu sırada Qəzza bölgəsində birlikləri ilə gözləyən monqol komandanı Baydara Ketboğaya xəbər göndərir və kömək istəyir. Ketboğa isə yerində qal və məni gözlə deyə bir əmr verir. Baybars komandanlığındakı birliklər monqol qüvvələrini kəskin və sürətli bir basqınla məğlub edir və Qəzzanı ələ keçirir. Daha sonra irəliləyib monqol ordusunun əsas birliklərinin yerini təyin etdikdən sonra Qutuza xəbər göndərilir və Məmlük ordusu irəliləyərək bölgəyə gəlir. Məmlük və monqol orduları 25 Ramazanda Nablus yaxınlarındakı Ayncalut adlanan bölgədə qarşı-qarşıya gəlirlər. Qutuz Baybars komandanlığındakı ordunun 2000 nəfərə çatan çevik birliklərini önə çıxarıb, əsas qüvvələrinin böyük hissəsini ətrafındakı meşəlik təpələrdə gizlədir. Özü isə ordusunun az olduğu izlənimini vermək üçün bir qism birliklər ilə mərkəzdə qalır. Sun Tzu necə deyirdi, az olduğun yerdə çox, çox olduğun yerdə az görün. Baybarsın idarəsindəki hücuma keçən ilk qüvvələr bir neçə saat vuruşduqdan sonra əsas ordunun olduğu bölgəyə doğru geri çəkilməyə başlayır. Ketboğa isə Məmlük ordusunun sadəcə bu qədər olduğunu və geri çəkildiyini fikirləşərək hərb sənətinin ən böyük səhvini edib ilk qaydasını pozaraq geri çəkilən ordunu təqib qərarını verir. Ani manevrlərlə mühasirəyə düşən monqolların üzərinə Qutuzun əmri ilə meşəliklərdən oxlar yağmağa başlayır. Monqollar elə mühasirəyə düşdüyünü başa düşür ki, əsas məmlük birlikləri hücum etməyə başlayır. Birliklərdən biri də şimal girişini bağladıqdan sonra bütün monqol ordusu bir çəmbərin içində həbs olunur. Mühasirədən çıxmağa çalışan monqol ordusu Məmlük ordusunun sol tərəfinə bütün vurucu gücünü yükləməyə çalışır. Səhvlər pozulur, monqol əskərləri türk birliklərinin içinə sızmağı bacarırdı. Atlı və sürətli monqol birlikləri Məmlüklərin sol cinahını biçməyə başlamışdı. Ki, Qutuz vəziyyətin belə davam edəcəyi halda bu dəfə öz ordusunun mühasirəyə düşəcəyini və ya dağılacağını başa düşürdü. Vaxt itirmədən ehtiyat birliklərini də sol cinaha yönəltdi. Halbuki bu da elə güclü bir nəticə vermədi. Qutuz zamana qarşı yarışır, hər keçən saniyə onun əleyhinə işləyirdi. Gedişatı izləyən də tək Qutuz deyildi. Bəzi məmlük əmir və komandanları da gedişatı görüb monqolların yenilməz olduğunu və bu savaşın da qalib tərəfi olacağını səsləndirməyə başlamışdı. Ordunun içində ruh düşkünlüyü başlayırdı və elə bu anda Qutuz çarəni tapır və bütün ordunun eşidə biləcəyi qədər yüksək səslə 3 dəfə əzəmətli İslam deyə qışqırıb, Allahım, qulun Qutuza bu zəfəri nəsib et deyib öz atı ilə meydana atıldı. Sultan şəxsən döyüşdüyünü görən əskərlər gücü və qələbəyə inamı artmağa başlayır. Qutuz öndərliyində bir əks hücuma keçərək monqol hücumun püskürdürlər. Sultan isə qəhrəmancasına döyüşürdü. Rəvayətlərə görə döyüşün 4-cü saatında bir monqol oxu ilə Qutuzun atı vurulur və at ölür. Bir an olsun canını fikirləşmədən tərəddüdə düşməyən Qutuz cihadına atsız, piyada davam edir. Hətta əmirlərdən biri ona öz atını təklif etsə də Sultan qəbul etmir.
İbn Kəsir isə hadisəni belə nəql edir. Döyüş davam edərkən Qutuzun atı öldürülmüşdür. O anda ehtiyat atlardan məsul şəxslərdən heç biri sultanın yanında yox idi və sultan uzun bir müddət atsız döyüşməyə davam etdi. Savaş da davam edirdi. Əmirlərdən biri onu bu halda görər-görməz atından enir və ondan öz atına minməsini istəyir. Fəqət Qutuz minmir və əmirlərə müsəlmanları sənin yararından məhrum edə bilmərəm deyir. Nəhayət ehtiyat at gətirilir və o da ata minir. Əmirlərdən başqa biri Qutuzu qınayır və ey xan, nə üçün o əmirin atına minmədin? Düşmənlərdən biri səni o halda görsə öldürərdi. Sənin ölümün səbəbi ilə də İslamiyyət həlak olardı, dedi. Mən öldürülsəm şəhid olub cənnətə gedərdim. İslama qaldıqda isə onun sahibi vardır. Falan və falan hökümdarlar öldülər. Amma İslamiyyəti qoruyacaq başqa hökümdarlar ortaya çıxdılar, dedi. Qutuzun bu həmləsi bütün dünya tarixinin gedişatını dəyişmiş və döyüşü qələbə ilə nəticələndirmişdi. Döyüşün tam olaraq bir neçə mənbədə bir neçə cür sonu şərh olunur. İbn Kəsir və İbn Taqriberdiyə görə Ketboğanı ordu sıralarına sızıb Əmir Cəmaləddin Ақquş öldürür. Elxani tarixçisi Rəşiddin Fəzlullah isə Ketboğanın sağ qalaraq ələ keçirildiyini və Qutuzun əmri ilə öldürüldüyünü nəql edir. Hətta Ketboğanın cəsurcasına vuruşduğunu və qaçmağı rədd etdiyini uzun-uzun nəql etməklə bərabər Qutuz ilə Ketboğan arasında keçən bir dialoqu da nəql edir. Ketboğa Qutuza mənim özümü tanıyandan bəri xanlar xanının quluyam. Sizin kimi qəddar və əfəndisini öldürən deyil. Tez mənim haqqımdakı qərarını ver. Digər bir rəvayətdə isə Ketboğanın oğlu tutularaq Qutuzun hüzuruna gətirilir və sultan ona atan qaçdı mı deyə sual edir. Oğlu isə atam qaçmaz deyə cavab verir və bundan sonra Ketboğanın cəsədinin ölülər arasından axtarıb tapıldığı, oğlunun fəryad fiqan Qutuzun isə səcdə etdiyi deyilir. Monqollarla iş tutan bir çox Eyyubi Məliki Qutuzun hüzuruna gəlir və bağışlanmalarını istəyir. Qutuz isə Monqol sıralarında müsəlmanlara qarşı savaşan Banyas və Sübeydə əmri Məlik Səid Həsən xaricində bütün əmirləri əfv edir. Ayıncalut məğlubiyyətini Təbriz yaxınlarında öyrənən Hülakü əsəbdən nə edəcəyini bilmir. Bu xəbərin ucbatından yanında olan Eyyubi Sultanı Məlik Nasir Yusif və onunla olan bir neçə nəfəri edam elətdirir. Qutuz İslam dünyasının üzərinə şaxta, çovğun, qarlı, sərt bir qışı bitirəcək bir günəş kimi doğmuş, xristiyan dünyasına da bu qışın da bitdiyini müjdələyən şəfəqlərini saçmışdı. Sultan Qutuz türk hökümdarlar arasında Bilad-i Şamı ələ keçirib və ora naiblər təyin edən ilk hökümdardır. Ən-Nücumuz Zahirədə isə qeyd olunur. Ayıncalut döyüşündən sonra Qutuz Fəraddan başlayaraq bütün Suriya və Misirin əfəndisi oldu. Önündə Monqolların gücü qarşısında durmağa müqtədir olmayan bəzi aciz Eyyubi ailəsi və qalıntılarından başqa heç kim yox idi. Hələbin Bədirəddin Lülünün oğlu Elməli Külsəidə verildiyi də bəzi qaynaqlar arasındadır. Bəzi qaynaqlar da Hələbin döyüşdən əvvəl Baybarsa vəd olunduğunu qeyd edir. İbn Taqriberdi nəql edir. Sultan Qutuz Şamda işləri qaydasına salıb Dəməşqə əmir Aləmüddin Səncər Kəbri naib təyin edəndən sonra Misrə qayıtmaq üçün yola çıxır. Salihiyyəyə bir mərhələ məsafədəki Küseyr deyilən yerə gələndə əskərlər Salihiyyə tərəfə gedərkən sultan üçün otaq quruldu və Sultan Qutuz bəzi cangüdən və əmirləri ilə birlikdə qaldı. Aralarında Nəcməddin Ər-Ruminin məmlüklərindən əmir Seyfəddin Anas Əlaməddin Sanoğlu, Seyfəddin Balaban Haruni kimi bəzi əmirlərin də olduğu bir qrup insan Qutuzu öldürmək üçün Baybarsla razılaşmışdı və buna səbəb Baybarsın Hələb naibliyindən dolayı Qutuza qarşı olan çini idi. Ordu Salihiyyəyə doğru üst tutanda Küseyrdə qalanlar Dovşanovuna çıxmağa hazırlaşır. Sultan Qutuz atına süvar olub bir dovşanın arxasından gedərkən bu razılaşanlar da onu öldürmək üçün arxasından yola çıxır. Biraz uzaqlaşıb tənha qalandan sonra Baybars ona doğru yaxınlaşıb üzr istəmək istədiyini bildirir. Qutuz izin verdi. Baybars əlini öpəcəkmiş kimi edib birdən üzərinə tullandı. Anas da gəlib kömək etdi. Baybars əlini tutub qılıncla vurdu. Sonra digərlər də hücum edib atından düşürdülər və öldürdülər. Daha sonra qılınclarını qınlarından çəkmək istəyən əskərlərə hücum etdilər və Salihiyyədəki sultan otağına qədər gəldilər. Atlarından enib içəri girdilər. Atabəy Farisüddin Aktay sultan çadırının qapısında idi. Ona olanları danışdılar və Atabəy onu hansınız öldürdü deyə sual etdi. Baybars mən deyə cavab verdi. Atabəy isə ya xan, keç sultanın yerinə otur dedi. Salihiyyədə bu mərasim baş tutduqdan sonra əmir Aktayın sultan Baybarsa Kəlatul Cəbələ girib taxta oturmadıqca bu işin
işin tamam olmaz deməsindən sonra Baybars yanında əmirlər olduğuna baxmayaraq sürətlə Qahirəyə gəldi və Ayn Calut qəhrəmanı üçün bəzənmiş küçələrdən keçərək Kəlatul Cəbələ çıxdı. Baybars küçələrdən keçərkən münadilər Əl-Məlik Əl-Müzəffər Qudsa rəhmət oxuyunuz və Əl-Məlik Əl-Qahir Rüknəddin Baybarsa da dua ediniz deyə nidalar səslənirdi. Bəli, Qutuz xəyanətlə öldürülmüş, lakin qəhrəmanlığı tarix səhifələrində və insanların yaddaşlarında qalmışdı. Məzarı ölümündən sonra bir ziyarət məkanına çevrilmiş, yüksək bir məntəqə olaraq qəbul edilmiş, əhali tərəfindən onu öldürənlərə sərt reaksiya göstərilmişdi. Hər şey üçün isə gec idi. Baybars taxta çıxdıqdan sonra bir məzardan qorxub onun izni məhv edəcəkdi. Bəli, Əl-Məlikül Müzəffər Sultan Seyfəddin Qutuz bir anda bütün dünyanın ümidi və qurtarıcısı olan bir kölə. O, şücaətli, bahadur, çox xeyir işlər görən bir kimsə idi. İslamın və müsəlmanların yararına çalışan bir kimsə idi. Xalq onu çox sevər və onun üçün çox xeyir dua edərdi. Ayn Calut zəfərindən sonra isə xalqın öndə gələnləri əyan və əşrəf onun şiddətli heybətindən dolayı üzünə baxa bilmirdi. Kükrəmiş bir aslan kimi idi o. Fəqət güclü və uğurlu olanlara qarşı hər daim ac olan Taleh son xəyanətini fısıldadı. Kükrəyərək xalqını qurtaran bu aslan barışı görəcək qədər yaşamadı. Xaincəsinə çaqqal sürüsü tərəfindən ovlanan bu aslan qorxu ilə deyil, öz işini tamamladığını, Tanrı tərəfindən ona verilən möcüzə olmaq vəzifəsini layiqincə yerinə yetirdiyini bilən bir adamın sakitliyi və rahatlığı ilə yerə yıxıldı.